Azəriqaz İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncədə cihaz qayırma zavoduna mediatur təşkil edilib. Mediaturda Azəriqazın əməkdaşları, cihaz qayırma zavodunun nümayəndələri və media mənsubları iştirak edib. Media nümayəndələri cihaz qayırma zavodunun istehsalı ilə tanış olublar. Burada istehsal olunan qaz, su sayğacları, həmçinin məişət cihazları haqqında məlumat verilib. Gəncə cihaz qayırma zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sahələrinə baxış keçirilib. Zavodun baş mühəndisinin müavini Vasif Rəhimov jurnalistlərə bildirib ki, Gəncə cihaz qayırma zavodunda istehsal olunan su sayğacları bugün ölkənin su təchizatında geniş istifadə olunur və öz etibarını qazanıb. Su sayğaclarının istehsalı üçün lazım olan bütün hissələr, bütün mexaniki emal, bütün texnoloji proseslər Gəncə cihaz qayırma zavodunda həyata keçirilir. Qaz sayğacları daxili tələbatı ödəmək üçündür. Su sayğacları isə xarici ölkələrə, məsələn, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya Federasiyasına ixrac olunur. İllik istehsal həcmimiz bu günə 500 minə yaxındır. 500 min civarındadır. Biz işə başlayarkən 300 min idi. Hazırki bizim istehsal gücümüz 500 mindir. Qaz sayğacları üçün dedim 500 min illik istehsalımızdır. Sifarişdən asılı olaraq su sayğacları da, qaz sayğacları da artırıla bilər. Media nümayəndələri zavodda istehsal edilən məişət cihazlarının hazırlanma prosesini də izləyiblər. Onlara məlumat verilib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də SOKAR Azəriqaz İşbirliyi ilə Gəncə Cihaz Qayırma Zavodu Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteoroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının Azəriqaz tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub. Memorandum çərçivəsində ilkin olaraq 2000 ədəd qaz sayğacının Azəriqaz İşbirliyinə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və Azəriqazın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Yoxlama və sınaqlar zamanı isə heç bir qüsur aşkarlanmayıb. Artıq 2023-cü ilin may ayından SOKAR Azəriqaz İşbirliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə Gəncə Cihaz Qayırma Zavodu Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanıb. Və artıq deyim ki, sizə Bakı Abşeronuna daxil olmaqla Azərbaycanın istənilən regionlarında Gəncə Cihaz Qayırma Zavodunun sayğacları tətbiq olunur. Hələ ki, heç bir ciddi problemi yaşamırıq, şükür Allah. Yəqin ki, bundan sonra da yaşamayacağıq. Yəni, az əvvəl siz zavodun istehsal prosesi ilə tanış oldunuz. Orada yüksək səviyyəli, yəni beynəlxalq standartlara cavab verən məhsulların istehsal olduğunu özünüz şahid oldunuz. Və güman edirəm ki, artıq tələbatın artmağını nəzərə alaraq Gəncə Cihaz Qayırmanın istehsal gücünün gələcəkdə daha da artırılması məsələsi gündəmdədir və Azəriqaz İstehsalat Birliyi olaraq Gəncə Cihaz Qayırma Zavodunun deməli istehsal etdiyi sayğaclara əvvəla biz ona görə üstünlük verdik ki, bilirsiniz, ölkə başçısı cənab prezident də daim yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı istənilən dövlət obyektlərinə, dövlət müəssisələrinə göstərişlər verir və biz də Azəriqaz İstehsalat Birliyi olaraq, SOKAR Azəriqaz İstehsalat Birliyi olaraq məhz yerli sahibkarlığın stimullaşdırılmasını da nəzərə alaraq Gəncə Cihaz Qayırma ilə əməkdaşlığa start verdik. Qeyd edək ki, Gəncə Cihaz Qayırma Zavodu enerji resurslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən zavodda məişət qaz sayğaclarının istehsalına start verilib. Bu da əvvəllər idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsinə təkan verib. Zavodda yeni istehsalat sexləri inşa edilib, müasir texnoloji avadanlıqları quraşdırılıb, qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Paralel olaraq bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. 2024-cü ildən etibarən Respublikanın qaz təsərrüfatına 400 mindən çox termokompensatorlu mexaniki qaz sayğacı və 300-ə yaxın qaz ölçü qovşağı təhvil verilib. Yeni tip ölçülü sayğaclar, o cümlədən G6 tipli və smart sayğaclar mənimsənilərək istehsala daxil edilib.